öğrenciler, bugünkü mövzumuz ismin ikinci bölməsidir. Bu günləri deməli biz baxacağıq cəm və tək olan isimlərə. Birinci sualdan vaxt itirmədən birinci sualdan başlayaq. Deməli birinci sualda bizdən cəm isimləri istəyirlər. Deməli A variantına baxırıq ki, ox sözü təkdədir. Ona görə biz A variantını çıxırıq. B variantında baxanda ümumiyyətcə yadımıza saxlayaq, sonra SS ilə bitən isimlər təkdə oldu. Progress sözü təkdədir. Yəni qoşa s ilə bitən söz gördünüz ki, birinci təkdədir. C variantında berry sözü gilə meyvə, bu da təkdədir. D variantı bizim ümumiyyətlə cavabımızdır. Y variantında goose sözü ümumiyyətcə kökündən dəyişərək cəmləşən isimlər ki var. Məsələn, goose, geese, food, feed. Burada o-lar e-yə çevrilsəydi, onda cəm isim hesab olunardı. Doğru cavab D variantı. Növbəti suala keçək. Növbəti sualımız yenə bizdən cəm isimləri istəyir. Cavab elə birbaşa deyirəm A-dır. Digərlərinin səhvlərinə baxaq. B-də görür ki, face sözündə ümumiyyətlə cəm şəkilçisi yoxdur. Sonu icısı ilə bitən isimlər əksəriyyəti sayılmayan isimlərdir. Və sayılmayan isimlər biz bilirik ki, təkdə olurlar. Sonra icısı və ümumiyyətlə s-sı və icısı ilə bitən isimlər qeyd edə bilərsiniz. Bu isimlər təkdədir. Bu isimlər cəmdə hesab olunmur. Yenə də baxın, progress sözündə sözün sonunda 2 dənə S var. Deməli, bu isim təkdədir. Y variantında letter sözündə heç bir cəm şəkilçisi yoxdur. Bu da təkdədir. Cavab olacaq A variantı. Növbəti suala keçək. Növbəti sualda bizdən artıq singular, yəni tək olan isimləri istəyirlər. Baxıram, bu səfər cəmdə olan isimlər çıxacaq. Places cəmdədir. T sözü də elə to sözünün cəm versiyasıdır. Biz bilirik kökündən dəyişənlər var idi. Men, woman, women, goose, geese, toes, tees və s. Closest sözü həmişə cəmdə işlənən isimdir. Bayaqlar dediyim kimi SS ilə bitən isim nə idi? Təkdədir. Deməli, progress sözü təkdədir. Money sözünün sayılmayanda və həmçinin tək isimdir. New sözün sonunda S olmasına baxmayaraq bu tək isim hesab olunur. Yadınızda saxlayın. Çünki sayılmayan isimdir. Sayılmayan isimlər inşallah keçəcəyik və sayılmayan isim olduğu üçün biz bu ismi təkdə götürəcəyik. Növbəti deməli, baxırıq D variantına. D variantında deməli, oxen cəmdədir. Geese cəmdədir. Deməli, watches, Y-də də watches cəmdədir. Bunları çıxarıq. Deməli, bax, cavabımız oldu C. New sözü təkdədir. Progress sözü təkdədir. Money sözü təkdədir. Bizdə də tək isimlər istəyirdi. Cavab oldu C variantı. Növbəti suala baxaq. Növbəti sualda yenə bizdən tək isimləri istəyir. Biz burada yenə də cəm isimlərini eləyəcəyik, çıxacaq. Birbaşa cavabı deyirəm, cavab elə A-dır. Baxaq B-də səhv nədədir? Feed sözü cəmdədir. Food sözünün cəm versiyasıdır. People sözü toplu isimdir, cəmdədir. Men cəmdədir, mənin cəmidir. Police sözü toplu isimdir, cəmdədir. Mice sözü mouse sözünün cəm versiyasıdır. Cavab olur A variantı. Növbəti suallara baxaq. Yenə bizdən cəm isimləri istəyir. Baxırıq, cəm isimlər hansılardır? Mouse təkdədir, onun cəmi mice-dir. House təkdədir. Closest cəmdədir. Böyle oldu bir dəqiqə. Closest cəmdədir. People cəmdədir. Feed cəmdədir. To sözü təkdədir. Demək, cavab olacaq 3, 4, 5 B variantı. Növbəti suala baxaq. Bizdən yenə cəm isimləri istəyir. Sonu icısı ilə bitən isimlər dediyim kimi təkdədir. Watch sözü təkdədir. I sözü təkdədir. Fellow sözü təkdədir. Cavab olacaq A variantı. Feed, footun cəmidir. German'da sözün sonunda S şəkilçisi var, deməli cəmdədir. Növbəti sualımız yenə cəm isimləri seçindəndir. Bax, ümumiyyətcə yadda saxlayın. Bayaqlar dediyim kimi icısı və s-sı ilə bitənlər təkdə hesab olunur. Bizdən cəm isimləri istəyir. Experiment sözü təkdədir. B-ni də çıxarıq. C variantına baxaq. İcısı ilə bitənlər dedik ki, təkdədir.
Bir dəqiqə bağışlayın. Athletics icisi ilə bir tane təşdədir. Benches sözün sonunda S var. Cəmdədir, amma D sözü yenə təşdə olduğunu görə D-ni də çıxarıq. Cavab olacaq Y variantı. Polis sözü toplu isimdə həmişə cəmdədir. Dishes də cəmdədir. Növbəti sualımız yenə bizdən burada artıq təkləri istəyir. Baxırıq, kite sözü cəmdədir. Canteen-də S var, cəmdədir. Spoon-da S var, cəmdədir. Table-da S var, cəmdədir. Cavab olacaq B variantı. B variantı. Textbook, flag ikisi də təkdədir. Növbəti sualımız bizdən tək isimlər istəyir. Cups sonunda S var, cəmdədir. Cars cəmdədir. Flags cəmdədir. Carpets cəmdədir. Sonra S olanlar biz bilirik ki, cəmdədir və çıxırıq, cavab qalır C variantı. 10-cu sual yenə bizdən tək isimləri istəyir. Deməli, biz burada nə iş görəcəyik? Yenə cəmlər çıxacaq. Geese cəmdədir. Songs S var, cəmdədir. Towns S var, cəmdədir. Children cəmdədir. Englishman da yuxarıda cəmdə idi. Cavab olacaq Y variantı. Camp, Century, Valley hamısı təkdədir. Yenə tək isimlər istəyir. Drawings-də S var, cəmdədir. Businessman-də man var, cəmdədir. Tourist-də S var, cəmdədir. C-ni də çıxarıq. Deməli, servant-da S var, cəmdədir. Yeni də çıxarıq, cavab olacaq D variantı. Yəni uşaqlar fikir verirsinizsə, testlər çox, deməli, əsasən burada əsas məqam nədir? Kökündən dəyişərək cəmləşən isimləri rahat şəkildə bilmək. Sonra S-lə bitən isimlərin cəmdə olduğunu bilmək. Sonra icısı və qoşa S ilə bitən isimlərin təkdə olduğunu bilmək. Əsas məsəl budur. Yəni bunları rahat bilsəz və təbii ki, bir də əlavə olaraq toplu isimlər rahat bilsəz, tək və cəm isimləri işləmək rahatdır ingilis dilində. Bax, tək isimləri istəyir. Yəni nə demək istəyirəm? Baxaq bir dəqiqə. Tək isimləri istəyir. Düzdür, tək isimlər. Baxın, sonda S var. Çıxdım. Sözün mənasını bilməsəm belə. Sonda S var, çıxdım. Stairs, sonda S var. Çıxdım. Fireplace, sonda S var. Çıxdım. Baxıram, radio, sonda S var. Çıxdım, cavab qaldı C variantı. İşte bu qədər sadə. Yəni mən burada nəyi elədim ki, sonda S var, çıxdım, cəm isimdə çıxdım. Yerdə qaldı C. Health, və employment. Hamısı təkdədir. Növbəti sual. Nə istəyir bizdən? Təkləri istəyir. Dold. Sonda S var. Çıxdım. Cəmdədim. Pierce. Sonda S var. Çıxdım. İndi mən nəyə bilməliyəm? Kökündən dəyişərək cəmləşən isimlər. Üstdə görürəm ki, T sözü kökündən dəyişib cəmləşəndir. Çıxdım. 1-4 A variantı. Bu qədər sadə. Növbəti suala baxaq uşaqlar. Növbəti sual. Baxıram. Təkdə olan isimləri seç. Düzdürmü? Sonda S var. Çıxdım. Sonra baxıram. Roof. Sonda S var. Çıxdım. Feed. Bax, kökündən dəyişənləri bilməlisiniz. Food, feed. Bilsəz, altında çıxacaqsınız. Cavab nə qalacaq? 2, 3, 5 A variantı. Bu qədər sadə. Bizdən sayla salmayana ayrıca başqa bir videoda izah edəcəm. Sırf ümumiyyətlə bu mövzuda biz sırf tək və cəm isimlərə baxırıq. Gəldim 18-ci sual. Bir dəqiqə bağışlayın. 18-ci suala qədər görüm hələ. Varmı? Yoxdur. Keçirəm 18. Ümumiyyətlə hansısa sualı ötürsəm, ola bilər də, məsələn tək və cəmdə. Onu çalışın dərsdə soruşun məndən. Yaxşımı? Yəni yadınızdan çıxarmayın. Ola bilər indi gözümdən qaçsa elə hansısa sualı ötürəm. Cəm isimləri istəyir. Kökündən dəyişənləri əzbər bilirik. Bilirim. Women biz bilirik ki, E-dirsə cəmdədir. Bizdən cəmlər istəyir. Onda biri götürərik. Women cəmdədir. Düzdürmü? Women cəmdədir, götürülür. Mouse təkdədir. Bunun cəmi mice olur. People toplu isimdir, cəmdədir. Two'sun cəmi T'si olur. Götürməliyik. Bizdən cəmlər istəyir. Goose da cəm təkdədir. Cəmi geese EE olur. Yəni, doğru cavab olacaq 1-3 D variantı. Bu qədər sadə. Düzdür. Növbəti suala keçirik. Bizdən nə istəyir? Singular. Yəni tək isimləri istəyir burada. Artıq sonda S var, çıxıram. S var, çıxıram. Daha 2-3 getdi. 1-4. C variantı. Çox sadə, rahat. Cəmləri istəyir. Sonra S olmayanları çıxacaq. Education'da, history'də, mənbədə. Yoxdur ki, qaldı nə ilə nə?
C, bir de C'de de pul vardı. Çıxdım. Nə qaldı? Y. Sonda S olmayanları çıxdım. Cavab çıxdı. Keçdim. Bizdə nə istəyir? Cəm isimlər istəyir. Baxıram. Juice voice. S var, yoxdur. Qardaş, təşkilətdə çıxdım. City. Təşkilətdə S yoxdur ki. Çıxdım. Yəni, news sözü təkdədir. Bu bir dənə istisnadır. Yazıda saxla. News sözü təkdədir, cəmdə deyil. Metod sözü S yoxdur ki, çıxdım. S-sı ilə bir tane nə idi olmuşdu? Təkdə. Çıxdım. Nə qaldı? Y. Oxen niyə çıxmadım C-də? Çünki oxen cəmdə idi. Metoda görə çıxa bilərəm. Cavab oldu Y. Bu qədər sadə. Sonra keçirəm yenə singular. Təkdə olan isimləri seç. Düzdür. Rubber. Sonda S var. Çıxdım. Yəni təkdə olanları deyirsə, singular deyirsə, S olanları çıxırıq. Plural deyirsə, S olanları götürürük. Bu qədər sadə. Burada standart yenə dediyim kimi əsas qayda nədir? Kökündən dəyişərək cəmləşən isimləri bilmək, toplu isimləri bilmək və nəhayətində belə deyək, S-sı və icisi olanların təkdə olduğunu bilmək, news'un istisna olub təkdə olduğunu bilmək, bir də S olanların cəmdə olduğu, yerdə qalanlar harada S görürüz, birinci o cəm isimdir. Bu qədər sadə. Deməli, A-nı çıxdım, düzdürmü? Sportsman, men görür ki, manın mən sözünün kökündən dəyişmiş versiyasıdır, yəni cəmdədir. Düzdürmü? Kökündən dəyişən hər əzbər bilirəm. Onu bilirəm ki, women də cəmdədir. Çıxdım, prisonda S var, çıxdım, nə qaldı? Sadə, Y variantı. Yəni, bu mövzu, belə deyim də, çox rahat. 4-5 dənə qaydan rahat bildin, rahat oturub yazacaqsan. Singular, yəni nə istəyir bizdən? Yenə tək istəyir. Socks, sonda nəyi var? S var, çıxdım. Clothes, nəyi var? S var, çıxdım. People, nəyi var? Heç nəyi yoxdur. Cəmdədir amma. Bilirəm ki, toplu isimdir. Çıxdım. Women, kökündən dəyişərək cəmləşən isimdir. Çıxdım. E olanda cəmdə olur. Cavab qaldı nə? D variant. Bu qədər sadə. Növbəti sual. Təkdə olan isimləri seçin. Yenə nəyə çıxacaq? Sonra S-ilə bitənləri çıxaq. Shoes, queens, düzdür, trousers, Y qalıb. Qutardı söhbət. Sonra S-ilə olanları çıxdım, çünki bizdən təkləri istəyir. Burada nə istəyir? Cəmləri istəyir. Burada isə tam əksinə hərəkət eləyəcəyik. S olanları götürəcək. A-da var S, yoxdur. B-də var S, yoxdur. C-də var S, yoxdur. D-də var, var. İkisində də S var, deməli cəmdədir. Bəs Y niyə deyib? Verb təkdədir. Men cəmdədir, kökündən dəyişən. Amma verbdə S yoxdur deyənə təkdədir. Cavab qaldı D. Növbəti sual. Burada sadəcə digərlərinə fərqi nədədir? Deyir ki, plural. Yenə, bax, şimdi xəttə yaxşı çəkmədim. Bir dəqiqə. Plural. Nə istəyir bizdən? Cəm istəyir də. Sadəcə cəmdə olan bayaqdan sözlər istəyir, cümləni istəyir. Yəni biz cümlədə cəm isim axtaracağıq. Baxıram A variantına başlayıram. Lady, a lady got a crowded bus. Burada 2 dənə isim var. Bir bus'da avtobus, bir də lady. Baxıram ki, bu hər iki sözün qarşısında E artiklı varsa nə idədir? Təkdədir. Deməli, cəm yoxdur burada. B variantına baxıram. İnşallah B variantında sizi nə çaşdıra bilər? Help'da S-i görüb deyə bilərsən, aha, cəmsim, xeyr. Əgər mübtəda sportdur, İngiliscədə biz bilirik ki, mübtəda ardıca feil gəlir. Yəni, bunu biz orta məktəbdən də bilirik. Sport, idman köməkdir. Burada help feildir, yəni isim deyil. Bizdən. Cəm ismi istəyir. Help sözü burada feil kimi işlənir. Burada cəm isim nədir? People. Friends. Deməli, bizdən cəm isim istəmirdi. Friends, people. Bir dənəsini tapdıq. Bəsdir. Cavab oldu nə? B. C variantına baxaq. Cəm isim var. Water. Nə idədir? Water. Təkdə. Sonra S-dən bir tənə nə idi olur? Təkdə. Deməli, C-dədir. Düzdür. Digər variantların səhvliyini də izah edirəm. Yenə burada da cəm isim var. Department store. Mürəkkəb isim. Cəmdədir? Xeyr. Təkdədir. Yoxdur ki, cəmsə. Bicycle. Var mı? Təkdədir? Təkdədir. Eri nə edir? Təkdə. Onda deyən Y də çıxır. Allah dedi variantından çıxdı. Deməli, cavab oldu B variant. Keçirəm növbəti 27-ci suala baxıram. Cəm isimləri seçin. Düzdürmü? Təkləri neyniyəcək? Çıxırıq. S yoxdur, S yoxdur. Çıxdım. Ham, S yoxdur, çıxdım. Polisi, S yoxdur, çıxdım. SS-lə bir tənə təkdə olur, ona görə də çıxa bilərəm. Qalın nə? News bəla dediyi nə idədir? Təkdədir.
İdman oyun adları. Bax, billiards. Buraya yazamayacağım rahat. Billiards. Bax, bu da təkdədir. Billiards, dominoes, chess, tenis. Bunlar sayılmayan isimlərdir. İnşallah növbəti dərslərdə keçəcəyik. Bunlar idman oyun adları ki, sonra S-lə bitirsə, həmin isimlər təkdə hesab olunur. Yazıda saxlayın. Dominoes da təkdə hesab olunan isimdir. S-i də olsa. Çünki bu S belirliyində cəm şəkilçi deyil. Sözün kökündə var. Doğru cavab nə olacaq? Doğru cavab olacaq. Deməli, kameramı bağlayayım. Doğru cavab olacaq uşaqlar. C variantı. C dairəliyim. C variantı. Bu qədər sadə. Növbəti suala baxaq. Nə istəyir bizdən? Bizdən uşaqlar deməli cəm isimlər istəyir. Cotton, birds təkdədir, çıxarıq, woman təkdədir, air təkdədir, tree təkdədir, roof təkdədir. Cavab olacaq nə? D variantı. Çox sadə, S olmayanları çıxırıq, cavab çıxır. Burada nə istəyir bizdən? Tək olan isimləri seçin, düzdürmü? Baxaq, sonra S olanları çıxıram. Schoolda S var, çıxdım. S yoxdur heç birisində, onda cavabdır. Var, potatoes çıxmışam. Passengers var, S çıxdım. Tomatoes da var, S çıxdım, onu qaldı nə? Bu qədər. Sadə. Tək isimlər istəyir bizdən. A-da heç birisində S yoxdur, cavab var. B-də var, C-də var, D-də var, Y-də var. Cavab. 31. Nə istəyir bizdən? Tək olan isimləri. House-da S var, var. Həp neçə S-sı olan təkdədir, çaşmaz. Bu təkdədir. Amma house-da S olduğuna görə dağına çıxdım da. B-də heç birisində yoxdur, cavab B. C-də var, var. D-də var, var. Y-də var, var. Çıxdım, cavab qaldı. Görün nə qədər sadədir. Nə istəyir bizdən? Təklər, aha, yenə təklər istəyir. S olanlar çıxır. Studios var, var. Photos var, var. Magazin var, var. Planets var, var. Nə qaldı? B. Nə istəyir bizdən yenə? Bir dəqiqə. İndi axırıncı nəyi izah edelim? Mən 32-ni izah elədik, hə. Keçir 33-ü. 33. Nə istəyir bizdən tək? Yenə S olanlar nə elədik? Çıxdıq. Çıxdıq, çıxdıq. Y-də var mı? Rooms var. Çıxdıq, cavab qaldı de. Bu qədər sadəyi. Yəni bu testləri eləmək sadəcə çox rahat. Məncə bunlarda heç kim çaşmayacaq. Yenə də diqqətli olmaq üçün bir izah edirəm. Bushes, roads. S var, çıxdım. Çıxdım. Var mı S? Yoxdur, yoxdur. Cavab oldu de. Tarih eləyəm mən de. Var mı? Y-də var. Cavab oldu de. Heç birində S yoxdur. Bu qədər sadə. Növbəti sual. Nə istəyir bizdən? Cəm isimlər istəyir, düzdür. Baxaq, hansında S varsa bu səfər onu götürür. A-da var, jeans var, S var. Goats var, S var. A-da. Pencil'da S yoxdur. Water'da yoxdur. Dişdə yoxdur. News'da S-da olsa nəydə də təkdədir. Ona görə çıxdım. Cavab qaldı. Sonra keçdim növbəti suala. 36. Nə istəyir bizdən? Cəmləri istəyir bu səfər. Çarxda cəmdə deyik. Y-dəki S yoxdur. D-ki təkdədir. D-ki təkdədir. S yoxdur da, cavab oldu B. İçində S var, cavab oldu B. Bu qədər sadə. Nə istəyir? Təkləri istəyir. Mice, mouse'un cəmidir. Bizə cəmi yox, təkdə lazımdır. Sonra S-sı ilə bir tənə nəydə oldu? Təkdə. Ona görə ikini götürərik. Trousers nəydədir? Cəmdə çıxarım. Step təkdədir. Ox təkdədir. Ox'undur cəm verəcəksə. Stair sözü cəmdədir. Bizdən təkrar istəyir. 2, 5, 6. Baxım təkrar istəyir. Hə. Cavab oldu B. Bu qədər sadə. Nə istəyir bizdən? Təklərim. Onda O olanlar təkdə olur. O'lar təkdədir. S-lər təkdədir. News sözü istisnadır, təkdədir. Cavab oldu nə? 1, 4, 6, 1. Bir dəqiqə, bağışlayın, biz nəyi seçdik? Görürsünüz, bu adamı ən çox çaşdıran da bu məqamdır.
Təkləri deyir, mən götürüb nələri çıxıram. Təkləri deyirsə, 2-ni götürəcəyik də, 3-ü götürəcəyik, 5-i götürəcəyik. 2, 3, 5 A variant. Mən cəmləri bayaqlar götürdüm. 1, 4, 6 cəmdir. 2, 3, 5. Yaxşı ki, 1, 4, 6 yoxdur. Bax, adamı ən çox çaşdıran da odur. Təki deyirsən, cəm götürürsən, cəm deyirsən, tək götürürsən. Ona da diqqət eləmək lazımdır. Qalan şeylər boşdur. Cəmləri istəyir, onda təkləri çıxarıq. 2-ni çıxarıq. Sonra SS-dən olanlar dedik təkdədir. 1, 3, 4 C variant. Düzmü baxdıq? Evet, düz baxdıq. 40-cı suala baxaq. Bizdən nə istəyir? Bizdən istəyir cəmləri. SS-i var, təkdədir. State S yoxdur, təkdədir. 3-də S-i var, cəmdədir. People cəmdədir. Officer cəmdədir. 3, 4, 5 B variant. Növbəti sual. Nə istəyir bizdən? Tək. S olanlar götürmür. S olanlar götürmür. S olanlar götürmür. S olanlar götürmür. C variant. Nə istəyir bizdən? Tək. S olanları götürmür. S var. S var. S var. Nə qaldı? A-la B. Nəyə baxacam? Kökündən dəyişərək cəmləşən isim. Hansıdır? Feed. Onda cavab qaldı. Növbəti sual. Nə istəyir bizdən? Tək. S olanlar götürmür, S olanlar götürmür, S olanlar götürmür, S olanlar götürmür. Cavab qaldı D variantı. Sadə. Nə istəyir bizdən? Yenə də tək. Onda S olanlar götürmür. B'də doktorda S var. Planda S var. Section'da S var. Nephews'da S var. Cavab oldu A. Bu qədər sağ. Sonra 45. Bu səfər isə tam əksinə istəyir. Cəmləri istəyir. S olanları götürür. S yoxdur, götürür. Sonra baxıram. Sonrasında bir tane dediyi nəydədir? Təkdədir. Götürmürəm. Scale'da S yoxdur, götürmürəm. Grantda S yoxdur, götürmürəm. Cavab oldu B. Bəs B-ni niyə götürdüm? School children. Children nəydədir? Cəmdədir. Lengithdə nə var? S var, cəmdədir. Bizdən də cəmləri istəyir. Götürdüm. 46. Nə istəyir bizdən? Cəm. Cəm istəyirsə S olmayanları niyə eləmirəm? Götürmürəm. S yoxdur, götürmürəm. S yoxdur, götürmürəm. S yoxdur, götürmürəm. Cavab oldu nə? C variantı. İkisində S var. Nə istəyir bizdən? Cəm isimləri. Düzdür. Community S yoxdur ki. Harvest S yoxdur ki. Mandır. Nəydədir? Təkdədir. Oğlu nəydədir? Təkdədir. Mouse nəydədir? Təkdədir. İcrasıyla bir tane nəydədir? Təkdədir. Cavab oldu Y. Oxford Professionals. İkisi də cəmdədir. 48. Bizdən nə istəyir? Cəm isimləri. S olanlar nəydə idi? Təkdə idi. Stepdə təkdədir. S yox. Sonra cavab B'dir. B-ni götürək. Person təkdədir. Army təkdə. Food təkdə. Knowledge təkdə. Cavab oldu B variantı. Uşaqlar bir dənə army çaşdırmasın. Bizim də army ordu kimi gətirəndə uşaqlar cəm isim hesabında xeyr. İngiliscə army sözü toplu isim deyil. Kollektiv noun olur. O başqadır. O da bizə düşmür olsun. Yəni onu yadımıza saxlayaq ki, army sözü təkdədir, cəmdə deyil. 49. Bizdən nə istəyir? Cəm isimləri istəyir də düzdür uşaqlar. Translation nəydədir? Təkdədir çıxdı. Mən nəydədir? Təkdədir çıxdı. Vegetable nəydədir? Təkdədir çıxdı. Düzdür. Follow nəydədir? Təkdədir çıxdım. Cavab oldu nə? D variant. Bu qədər sadə. 50-ci suala baxaq. Yenə nəyləri istəyir bizdən? Cəm isimləri istəyir. Düzdür. Deməli, baxıram. Bizdən bəla nə istəyir? Bir dənə səhv baxaram. Cəm isimləri istədi və mən D dedimsə doğru dedim. Translation bir də deyirəm məndir, vegetable'dur. Bu follow'da çıxdım, D qaldı. Daha dəqiq olsun deyə dedim, yadımdan çıxdı bir anlıq. Bizdən nə istəyir? Cəm isimləri istəyir, düzdür. Fireflight nəydədir? Təkdədir çıxdı. İcisi ilə bir dənələr nəydə olur? Təkdədir çıxıram. Agreement nəydədir? Təkdədir çıxıram. Swallow nəydədir? Təkdədir çıxıram. Cavab olacaq nə? Y variantı. Bizə nə istəyir? Cəm isimləri istəyir. Baxaq, new sözü bayaqlar dedim ki, təkdədir. Leave sözü təkdədir. Door sözü təkdədir. Boy sözü təkdədir. Cavab qaldı da A variantı. Sonra nə istəyir bizdən? Yenə plural cəm isimləri istəyir. Plural. Box nəydədir? Ay, bir dəqiq qələmi. Box nəydədir? Təkdədir. B cavabdır. Box təkdədir. Window təkdədir.
Food da elə təşkildir. Pencil da təşkildir. Cavab olur B. Çünki D-də niyə görə oxu çıxdım? Çünki ox təşkildir, cəm versiyası oxendir. Kökündən dəyişəndir. Yoxsa n şəkilçə əlavə elədiyimiz, belə deyək. N ren şəkilçə əlavə edildiyi ingiliscədə iki sözə bir child olur children. Ox da olur oxen. Bunları iki dənə n ren şəkilçisi deyirlər. Bu iki şəkilçini əlavə etməklə bu iki sözə cəm versiya çevirilir. 53-cü sual yenə bizdən nə istəyir? Cəm isimləri istəyir. Okay. İcisi ilə bitəndə nə idi oldu? Təkdə. Ona görə anı çıxdı. Progress sısı ilə bitəndə nə idi oldu? Təkdə. Cold ilə təkdə çıxdı. Close to news to təkdə çıxdı. Amma goods oxen. Cavab oldu C. Goose təkdə çıxdı. Cavab oldu C variantı. Sadə 54. Bizdə nə istəyir? Təkləri istəyir bu səfər. Təkləri isə women-i çıxarım. Houses-i çıxarım. Polis toplu isimdir, cəmdədir çıxarım. Cement cəmdədir çıxarım. Cavab qalar C variantı. Yəni burada polisi bilmək lazımdır. Polis toplu isimdir uşaqlar və həmişə cəmdədir. O polis men olarsa, A olarsa təkdə də, polis men olarsa cəmdədir. O başqadır. Amma təkcə polisi görürüz, bilim ki cəmdədir. Bizdə nə istəyir? Cəm isimləri istəyir bu səfər. City təkdədir çıxaram. Town təkdədir çıxaram. Lion təkdədir çıxaram. Grassısı ilə bir tənə təkdədir çıxaram. Cavab qalacaq Y. T sözü, people sözü ikisi də cəm isimdir. 56, 57 bunları keçək. Bunları keçək. Bizdə nə istəyir? Ta 61-ci suala görə. Nə istəyir bizdən? Cəm isimləri istəyir. Gold təkdədir. Tenis idman oyun adları yadda saxlayın təkdədir. Mouse təkdədir. Knife təkdədir. Cow təkdədir. Farm, the bread, bunlar təkdədir. Cavab oldu C variantı. Oxen, tease, children. İkisi də kökündən dəyişəndir. Üçüncüsünə də child sözünün ren şəkilçə əlavə edirik. Children, bu da cəmdədir. Sonra nəyə keçdik? Plural. Cəm isimləri seçin. Yenə plural. Elə A cavabdır. I stars cəmdədir. Shoulder təkdədir. Forest təkdədir. Finger təkdədir. Head təkdədir. Bizə nə istəyib? Tək isimləri seçin. Baxaq. Elə baxan kimi Dishes-də Forest-də S-i görü çıxırıq. Scissors-da S-i görü çıxırıq. Düzdür. A, B cavab deyil. Baxaq olursa variantlara. Planet cəmdədir çıxırıq. Ingredients cəmdədir çıxırıq. Cavab oldu Y variantı. Dress-in sonra S-sı da olsa nəydədir? Dedik təkdədir. 64. Singular. Təkləri seçin deyir. X-də S var çıxdıq. Heroes-də S var çıxdıq. Products-da S var çıxdıq. IS-də S var çıxdıq. Cavab oldu C variantı. Bir dənə S-i bilməklə testi tapırıq. Çox bununla rahat məsələdir yəni. Bu qədər yəni rahat mı olar bu test? Jobs S var, goods S var, tails S var, pets S var. Cavab oldu C. Bunu keçək. Bu növbəti dərslərimdir. Bunlar da ayrıca dərslərdə izah eləyərəm. Çünki içində sayılan saymayanlar var. Çözə korrekt variantlarda. Ona görə bunları saxlayıram. Sırf cəmləşməyə baxıram. 70-ci sual. Yenə nə istəyir bizdən? Plural nouns. Cəm isimləri seçin. Bu səfər S olanları götürür. Heç bunlarda heç birisi S yoxdur. Deməli təkdədir. Görün birinci variantı nə qoyub? Hamısı tək isim. Yəni başlığa baxmayasan, Bəlkə mən eləmişəm də hansındasa, indi deyə bilmərəm də olur. Bəlkə cəm isim deyib təkləri seçmişəm və tək isim deyib cəmləri seçmişəm. Elə bir şey olsa mütləq ki, mənə bildirin dərslərdə. Və ya onlayn dərsdirsə, onlaynda mənə bildirin ki, mənə falan sualda belə demişsiniz, düzəldir. Yaxşı mı? Olur da, yəni normal bir halda sürətli şəkildə icra etdiyim üçün bəzən başlığa baxmıram. Burada məsələn, bax, görün, plural noun deyil, düzdür. Ona baxmasam, elə baxan kimi deyəcəm, da baxışlığa baxmasam da, fikirləşən ki, tək isimlərdə A-nı götürərəm. Bizdən cəmləri istəyir. Onda mən bunların hamısı təkdir. A-nı çıxarım. Bizə cəmləri istəyir. Klassısı ilə bir tən təkdədir. Çıxarıq. Cavab olacaq C variantı. Oxen, scissors, mice. Cəmdədir. News to furniture, money təkdədir. Çıxarıq. Norman da desk təkdədir. Çıxarıq. Cavab qalacaq C variantı. Diqqətlə başlığa baxmaq lazımdır. Cəmləri istəyir. Floor təkdədir. Information təkdədir. Box təkdədir. News'un S-sı da olsa təkdədir. Cavab oldu D variantı. Burada qalsın. Bunlar növbəti dərslərimdir. Bir dəqiqə burada. Aha.
Deyəsən, burada cəmləşmə. 79-cu sual. Nə istəyir bizdən? Cəm. Cəm isimləri istəyir. İcisi ilə bitənlər nə idədir? İcisi ilə bitənlər təkdədir. Ona görə A-nı çıxdıq. İcisi ilə bitənlər təkdədir çıxdıq. İcisi ilə bitənlər təkdədir çıxdıq. Cavab deyildi. Ni sözündə S yoxdur, case'də S yoxdur, təkdədir çıxdıq. Cavab qaldı. D variantı da D. Okay, 80 çıxarır, 81 bunlar növbəti dərslərindir. 82, 83 bunlar xeyr. 86-cı sual. Cəmlər istəyir bizdən. Cəmlər. S-sı ilə bitənlər nə idədir? Təkdədir. Bizə tək yox, cəm lazımdır. Goods toplu isimdir, cəmdədir. S-sı ilə bitənlər təkdədir. S-sı ilə bitənlər təkdədir. Close cəmdədir, cins cəmdədir. 2, 5, 6 A variant. Sonra 87-ci sual yenə bizdən nə istəyir? Cəmləri istəyir. S-sı ilə bitən new sözü təkdədir. S-i də olsa, S-sı ilə bitənlər təkdədir. Money sözü təkdədir. 4, 5, 6 Y variant. Sonra keçək növbəti sual. Görən nəsə var mı? Sayılmayan 93. Nə istəyir bizdən? Singular, tək isimləri istəyir. Oxun kökünə dəyişib cəmdədir. O olanlar təkdir. Bax, bunu belə yazılır. O olanlar tək. Olanlar cəm. Bir dəfə yazıda saxlayın. Tuz, tək. Bizdən təkləri istəyir. Bir dəqiqə. İkini götürərik. Bir dəqiqə. Təzədən başlayaq. Demək, oxun cəmdədir. Bizdən təkləri istəyir. O olanlar təkdir. Götürərik ikini. Goods cəmdədir, götürməliyik. Short cəmdədir, götürməliyik. 5-dir, 6-dır. 2, 5, 6. Bax, uşaqlar, 2, 5, 6 cavab oldu D. Bax, görürsün, 1, 3, 4-ü də verir. Ona görə başlığa diqqət eləmək lazımdır. Təkləri istəyir biz. Lazım deyil, 95-ə baxaq. Vay, nə istəyir bizdən? Tək. Düzdürmü? People nə idədir? Cəmdədir. Dost cəmdədir. Classes S var, cəmdədir. Caesar S var, cəmdədir. News təkdədir, amma mice cəmdədir. Cavabı da Y variant. Axırları biraz diqqətli olun. Axırlar ümumiyyətcə həmişə topluluqda biraz daha fərqli olur, daha diqqət tələb edən suallar olur. Və gələk başqa görə cəmləşmə ilə bağlı var sualımız var. Hələ də 101-ci sual. Nə istəyir bizdən? Cəm isimləri istəyir. Düzdürmü? İcisi ilə bitənlər dediyi nə idədir? Təkdədir. Money də təkdədir. Anı çıxdı. History təkdədir. Baggage təkdədir. Çıxdı. Children, deyə, furniture təkdədir. Mən bir dənə deyəni niyə çıxmıram? Çünki deyə elə bir isimdir ki, deyə də shift, spine, biz bunları keçmişik. Bunlar təki cəmi eyni olan isimlərdir. Bunları bu tipli testlərdə çıxdaş edə bilməz. Çünki hardan bilim ki, biz heç bir ismin təkin də və yaxud da cəm ismin də qarşısında. Biz bilirik ki, tək ismin qarşısında əyən işlənə bilir. Amma burada tək ismin qarşısında da əyən vermir. Cümlə deyil ki, versin. Belə də əyən vermir. Ona görə biz deyə bilmirik ki, deyə sözü burada təkdədir, yoxsa cəmdədir. Biz başqa sözə baxıb əsasən iş görə bilmirsən. Mən burada furniture baxdım, furniture təkdədir deyənə çıxdım. Cavab oldu D variantı. Closing burada təkdədir, news təkdədir, çıxdım. Cavab oldu D. İndi D niyə görə cavab? Closest-dir, toplu isimdir. Tights-dir, bu da həmişə cəmdə işlənən isimdir. Cattle-dır, mal-qaradır, bu da toplu isimdir, həmişə cəmdə işlənən. Yadınızda saxlayın. Növbəti görüm cəmləşmə ilə bağlı sual varmı? 106-cı sual. Artıq bu açıq sualdır deyəsən. Deməli, cəmdə olan isimləri istəyir. Patient'də S yoxdur, cəmdə deyil. Foxus'da S var, cəmdədir, ikini götürürəm. Men kökündən dəyişəndir, cəmdədir, götürərəm. Children sözü ümumiyyətlə belə cəmləşmir. Səhv cəmləşmə var burada. Onun sonunda S olmalı deyil. Mice də cəmdədir, bunu da götürərəm. Cavab olacaq 2, 3, 5. Yox, 2, 3, 5 düz dedim mən. 2, 3, 5. Children sözü səhv cəmləşmir. 2, 3, 5. Bir ciddilə görmək istəyir, bizə aiddir, hələ ki aiddir. Uşaqlar, bu hissədə mən ancaq və ancaq izah etdim sizə singular və plural nouns. Yenə deyirəm, izah edərkən hər dəfə dərslər, testin içərisində də vurğuladım ki, ola bilər singular deyib plural seçmişəm və plural deyib singular seçmişəm. Təbii ki, o şeyləri siz məndən əyani dərslərə qoşulubsa, əyani dərslərdə soruşacaqsınız. Online dərslərə qoşulubsa, online də soruşacaqsınız.
yenə də nə isə bilmədiyiniz, başa düşmədiyiniz, çatmayan bir şeylər varsa, mütləq şəkildə bildirin. Ümumi olaraq bu dərsdə mən sizə, onsuz da yəqin ki, dərsdə izahını sizə artıq atmışam, ona baxıbsınız. Deməli, əsas məqam burada diqqət etməyiniz gerəkən məqamlar nə oldu? Çox sadədir. Kökündən dəyişərək cəmləşən isimləri bilmək. Sadə şəkildə isimlərin cəmləşməsi necə olur? SES-lə olur. Onları bilmək. Sonra toplu isimləri bilmək. Sonra icısı, sısı ilə bitən isimlərin təkdə olduğunu, ni sözünün esi də olsa təkdə olduğunu, idman oyun adlarının dominos, bilyard, tenis bunların təkdə olduğunu bilərək biz testləri asan şəkildə tapa bilərik. Yəni hal-hazırda yadıma cəmləşmə ilə bağlı düşən qaydalar bunlar idi. Bax, bunları sizə dedim. Əsas məqamlar da bunlardır. Bunları bildiniz, rahat şəkildə testləri işləyəcəksiniz. Çətinlik çəkməyəcəksiniz. Yəni, ümid edirəm ki, bu uzaq başı burada, yenə deyirəm, sizin səhviniz 1 və yaxud da 2 dənə ola bilər. Yəni, ilk başlayanlar belə, ilk dəfə bu testi işləyənlər belə maksimum 5 dənə səhv edə bilər. Yəni, elə bir səhv eləməyəcəklər. Diqqətli şəkildə dərsi oxuyan, bu dərsin öhdəsindən rahat şəkildə gələcək. Belə, çox da uzatmaq istəmirəm. Bir 36 dəqiqə danışırıq. İnşallah növbəti dərslərdə, növbəti dərs izahlarında görüşənədək hələlik özünüzə yaxşı baxın.